Dərsləri sıralayırıq uşaqlar. Görək nə gələcək. Art nədir? Rəsm. Yəni də rəsm bacarığım o qədər də yaxşı deyildi. Bunu 8-ə qoyacağam. Yaxşı deyil deyə qoyuram. Amma normalda pis dərs deyildi. Tarix. Tarix də dərs məktəb vaxtı heç sevdiyim bir dərs deyildi. Amma indi çox maraqlı da o vaxtı sevdiyim bir dərs deyildi də. Ancaq müəllimimiz çox qəşəng idi. Fizika. Zəhləm gəldi fizikadan. Məcbur oxumaq məcburiyyətində idik. Birinci qrup idik deyə. Prosta fizikadan zəhləm gəldi. Çox düstur var idi. Riyaziyyat. Riyaziyyatı Həlimə müəllim sağ olsun bizə sevdirmişdi riyaziyyatı. 3-ə qoyacağam riyaziyyat. Görəcəksiniz. Musiqi. Musiqini bizə heç keçmirdilər, bildiyiniz. Müəllim gəlib yola verirdi, gedirdi də yəni. Kimya abi. Kimyanı 1-ə qoyacağam. Yəni kimya ümumiyyətlə məktəb həyatım boyunca ən sevdiyim dərs idi. İngilis də məktəb həyatım boyunca sevdiyim bir dərs olmayıb, amma normalda sevdiyim dərsdə 4-ə qoyacağam. Görün gələcək. Biologiya. Biologiya da qəşəngdir. Biologiya da çox qəşəngdir. Biologiyanı 2-yə qoyacağam. Bədən tərbiyyat gəlməyəcək yəni ki. Coğrafiya. Coğrafiyanı 6-ya qoyaram. Rəqsana müəllimə salam buradan. Görürsənəcələ videonu. Bunu görürsən. Mən fikir verəmədim. Mən bu gələcək. Bu 1-ə 2-yə qoymaq olardı bunu. Ayda 10-a qaldı bu. Ayda mən söyləməyi xahiş edirəm. Sadəcə bu arxa qaldı deyə bunu qoyuram bura. Siz necə sıralayarsınız? Sizin ən sevdiyiniz dərs hansıdır?